Cəbrayıl rayonunun Şükürbəyli, Xocalının Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti qayıdış prosesi həyata keçirilib. 6 kəndə qayıdan 41 ailəyə evlərinin açarları təqdim edilib. Bu mərhələdə Xocalının Badara kəndinə 10 ailə olmaqla 33 nəfər, Təzəbinə kəndinə 10 ailə olmaqla 60, Xanabad kəndinə 9 ailə olmaqla 33, Ballıca kəndinə 4 ailə olmaqla 22, Xanyurdu kəndinə 4 ailə olmaqla 18, Daşbulaq kəndinə isə 4 ailə olmaqla 13 nəfər qayıdıb. Bununla da ümumilikdə 59 ailə olmaqla 256 nəfərin qayıdışı təmin edilib. Günə şükür olsun. Bugünkü günümüzdən ötəri şəhidlərimizin yeri cənnət olsun. Döyüşən oğlanlarımızın Allah canı sağ eləsin. Ölənlərə Allah rəhmət eləsin. Dövlətimizi qorusun, prezidentimizi qorusun. Allah hamısının işini rast eləsin. Əsasən dövlətimizin siyasəti, prezidentimizin siyasəti elə olsun ki, bir də ermənilərin ayağı dəyməsin Azərbaycan torpağına. Həmçinin Cəbrayılın Şükürbəyli kəndinə də bu mərhələdə 8 ailə olmaqla 77 nəfər qayıdıb və kəndə qayıdan ailələrə evlərin açarları təqdim olunub. Qeyd edək ki, azad ərazilərə qayıdanlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.